Ya Allah. Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə mayenin qabın divarlarına göstərdiyi təzyiqdən və təzyiq qüvvəsindən danışacağıq. Gəlin baxaq görək ki, orta təzyiq və orta təzyiq qüvvələrinin düsturları haradan gəlir? Fərz eləyək ki, belə bir qabım var. Yəni divarları şaquli yuxarı yönəlmiş bir qabım var. Bu qabımın içərisi maye ilə doludur. Maye ilə doludur və bu zaman mən maye sütununun hündürlüyünü bir h ilə işarə eləyərəmmi? İndi burada mən qab üzərində 2 nöqtə götürürəm. 1 nöqtəsi və 2 nöqtəsi. 1 nöqtəsi və 2 nöqtəsi. Bilirik ki, hidrostatik təzyiqimin də düsturu P bərabərdir rho J H-dır. Yəni H da nədir? H həmişə maye sütununun hündürlüyü ilə bilinir. Onun üçün də 1 nöqtəsinə baxsaq, burada görərik ki, maye sütununun hündürlüyü yoxdur. Yəni H sıfırdır və H sıfır olduğundan onda P1 də bərabərdə 0 olur. Yəni H sıfır olduğundan maye sütununun hündürlüyü sıfırdırsa, deməli hidrostatik təzyiq də həmin nöqtədə sıfıra bərabərdir. Aşağı doğru düşdükcə, aşağı doğru gəldikcə səthdən olan hündürlük artır. Yəni H artır. H artdığına görə bu zaman hidrostatik təzyiq də artarmı? Görünür ki, mayenin qabın divarına göstərdiyi təzyiq nöqtədən nöqtəyə dəyişir. Yəni birinci 0 idi, sonra get-gedə artmağa başlayır və qabın dibində ən böyük qiymət alır. Deməli, bunun üçün əgər bizdən qabın divarına göstərilən təzyiq soruşulursa, mütləq ki, bir nöqtə verməlidir. Yəni ümumi qabın divarına göstərilən təzyiqdən danışa bilmərik. Onun üçün də biz mayenin qabın divarına göstərdiyi orta təzyiqdən danışarıq. Nədən danışarıq? Orta təzyiqdən. Gəlin baxaq görək. Bəs orta təzyiq nəyə deyilir? Orta təzyiqdə, məsələn, bunu da ədədi orta kimi düşünə bilərik. Ədədi orta kimi necə? Yəni P orta ilə işarə eləyək. P orta bərabərdir. Bilirik ki, P1 üstə gəlinsin, P2 bölünsün 2. Və P1-ə biz nə dedik? P1-im 0-dır. Üstə gəlsin. P2 də qabın dibinə göstərilən təzyiqdir və o P2 də bərabərdir rho J H olarmı? İndi P2-nin də yerinə rho J H bölünsün 2 yazıram. Bu zaman rho J H bölünsün 2 düsturunu alaram. Deməli, orta təzyiq mayenin qabın səthinə göstərdiyi təzyiq ilə qabın dibinə göstərdiyi təzyiqin, səthinə göstərdiyi təzyiq ilə qabın dibinə göstərdiyi təzyiqin cəminin yarısına bərabərdir. Və buna da dedik biz orta təzyiq. Bəs yaxşı, orta təzyiq budursa, bəs gəlin görək orta təzyiq qüvvəsi nəyə deyilir? Bu oldu orta təzyiq. İndi gəlin baxaq görək orta təzyiq qüvvəsi nəyə deyildi? Orta təzyiq qüvvəsi də bilirik ki, yəni qabın divarlarına göstərilən orta təzyiq qüvvəsindən. Bilirik ki, F divar divarlara göstərilən təzyiq qüvvəsi P orta vurulsun S-ə bərabərdir. Və buradan F divarı tapsam, F divar bərabərdir. P ortanın yerinə rho J H bölünsün 2 vurulsun S. Deməli, qabın divarlarına göstərilən orta təzyiq qüvvəsinin də düsturu rho J H bölünsün 2 vurulsun S düsturu ilə tapılar.